gözünden bir haber. Gafil oyan, gafil oyan, gafil oyan. Seyyid Əzim Şirvaninin belə bir ibrətlik qitəsi vardır. İntiqam ilə könül gərçi olur şad vəli, dəmi qüdrətdə füzundur fərəhü zövqü səfa. Hər cəfa eyləyənə qəsdi mükafat etsən, bəs gərək ömrü giran mayə ola sərfi cəfa. Beytlərin zahiri mənası budur ki, intiqam almaqla könül şad olsa da, lakin qüdrət anında fərəh, zövq və səfa daha artıqdır. Sənə hər cəfa eyləyənə qarşılıq verməyi məqsəd etsən, onda gərək qiymətli ömrün cəfaya sərf ola. Bir nəfər Şamlı belə rəvayət edir ki, bir gün Mədinədə çox gözəl və yaraşıqlı simaya sahib olan, əyninə təmiz paltar geyinən və bəzədilmiş bir qatıra minən bir şəxsi gördüm. Kim olduğunu soruşduqda, Əli bin Əbi Talibin oğlu Həsən əleyhissalamdır, dedilər. Bu zaman qəzəb atəşi bütün bədənimi bürüdü və Əli bin Əbi Talibin belə bir övlada sahib olduğuna qısqandım. Yanına gedib, sən Əbu Talibin oğlusanmı soruşduqda, mən Əbu Talibin oğlunun oğluyam buyurdu. Elə həmin anda onu təhqir və söyüş yağışına tutdum. Bu sözlərimi bitirdikdən sonra o, bu şəhərdə qəribsənmi deyə məndən soruşdu. Dedim, bəli, qəribəm. Buyurdu, mənimlə gəl. Əgər evin yoxdursa qalmağa yer verərəm. Pulun yoxdursa kömək edərəm və ehtiyacını ödəyərəm. Ayrılıq vaxtı yer üzündə o həzrətdən daha çox kimsə sevmədiyim duyğusu ilə ondan ayrıldım. Əl-qərəz, intiqam bir anlıq rahatlıq gətirsə də, bağışlamaq qalıcı xoşbəxtlik doğurur. Hər pisliyə qarşılıq vermək insanı kinli bir kimsəyə çevirər. Amma mərhəmət, daş qəlbli düşməni belə sənə ram edə bilər.